Dostlar, hər birinizi salamlayırıq. Növbəti bir satılan torpağımız var. Onu sizə təqdim etmək istəyirik. Deməli, gördüyünüz bu gözəl məkan İsmayıllı rayonunun Qalacıq kəndində yerləşir. Deməli, bu torpaq 30 sotdan ibarətdir. Qiyməti razılaşma yolu iladır və qazı, işığı, suyu, yolu heç bir problemi yoxdur. Yəni qaz işıq xətti təxminən 50-60 metrliyindən keçir bu torpağın. Yolu qaydasında, suyu yenə həmçinin. Torpağın çıxarışı var, bələdiyyədən alınma çıxarışı var. Torpaq tikinti təyinatlıdır. Burada yaşamaq üçün mənzildə tikmək olar, istirahət zonasında tikmək olar. Belə deyək ki, taxta konstruksiyalardan xırda evlər də tikib gələcəkdə belə deyək də kirayə vermək üçün istirahət zonası kimi istifadə etmək olar. Biz burada indi telefon nömrəsini yerləşdirəcəyik. Həmən telefon nömrəsi bu torpağın sahibinə məxsusdur. Onunla zəng edib danışa bilərsiniz, razılaşa bilərsiniz. Deməli, bir daha qeyd edirik ki, qazı, işığı, suyu, yol problemi yoxdur. Torpağın bütün sənədləri qaydasındadır. Hər hansı bir problemi yoxdur. 30 sot ərazidə yerləşir və ərazini də bu geniş şəkildə fikir verin, yaşayış evləri də var burada. Burada həmişə də yaşayan yerlər var, şəxslər var. Eləcə də yalnız yay fəslində də gələn şəxslər var. Bu videonun təxminən 9 dəqiqəyə yaxın çəkmişik və bu çəkilişi tam olaraq sizlərə təqdim edəcək ki, ərazinin necə gözəl bir mənzərəli ərazi olduğunu bilsin hər kəs. Bax, Böyük Qafqaz dağlarının Qalacıq kəndi ərazisindən keçən hissəsidir. Yaxınlaşdırıb çəkirik. Füsunkar təbiət var. Ərazi tamamilə hər bir tərəfdən meşəliklərlə əhatə olunub. Lap yaxınlıqdan çay keçir, şirin sulu çaydır. Və bu ərazilər təbiətin istənilən fəslində gözəl olur. Yəni, hər bir tərəfdə buranın biz nə deyə bilərik? Yəni, ümumiyyətlə, bu kənd özü dəniz səviyyəsindən bir neçə min hündürlükdə yerləşir və çox valeh edici bir təbiətə malikdir. Və yay ayları, hansı ki, o istidən insan bilmir neynəsin, sərin yer axtarır, onda bu kəndə üz tutmaq olar. Fikir verin, yenə deyirəm, Böyük Qafqaz dağlarının Qalacıq kəndi ərazisindən keçən hissəsi və buranın təbiətinin gözəlliyini şərtləndirən amillərdən biri də odur ki, bu ərazi Milli Parkın ərazisinə düşür, yəni Şahdağ Milli Qoruğun ərazisinə düşür. Həm qoruq əməkdaşları, həm kənd əhalisi tərəfindən buranın təbiəti göz bəbəyi kimi qorunur. Bax, yekunda belə gözəllik yaranır, belə valeh edici bir mənzərə yaranır. Və bizim də bir daha qeyd edirik ki, bu videoları belə uzun formada sizlərə təqdim etməkdə məqsədimiz ərazinin necə bir əlverişli məkanda yerləşdiyini sizlərə əks etdirməkdir, sizlərin diqqətinə çatdırmaqdır. Bəzi reklam edən, məsələn, kanallarmı, şirkətlərmi yalnız həmin reklam etdiyi ərazidə gözəllik saçan ərazini təkrar-təkrar çəkib göstərirlər. Ancaq biz elə etmək istəmirik. Ümumiyyətlə, burada quru nəsə belə bir yer görə bilmərsən. Və fikir verin, çay şirin sulu çaydır, ərazidən keçir və bu torpaq sahəsi də kəndin lap yüksək yerində yerləşir. Ətrafında da yaşayış yerləri var. Hazırda da yaşayan şəxslər var orada. Və tamamilə, bütünlüklə ərazi təbiətin ağışındadır. Yəni, təbiətin qoynunda yerləşir. Hələ çəkilişlərimizin içərisində, yəni digər gözəlliklərin də şahidi olacaqsınız. Ona görə də videonu axıra izləyin. Tövsiyə edirik ki, izləyəsiniz, bəyənəsiniz, paylaşasınız ki, bütün qruplar üzrə qoy digər şəxslər də görsünlər. Baxın, meşəliklər, çox zəngin meşəliklər, çox zəngin təbiəti var. Buranın çox zəngin faunası, florası var bu ərazilərin. Bulaqları, müxtəlif, belə deyək ki, bulaqlar, çayı, heyvanat aləmi, bax bu da meşənin içində başqa bir lentə aldığımız ərazidir. Yəni buraların özünün füsunkar təbiəti, gözəlliyi var. Adamı həqiqətən
valih edir bu ərazilər, bu təbiət. Hər kəs bu torpağı alacaqsa, ona biz uğurlar arzulayırıq. Allah xeyir versin deyirik. Doğrudan da peşman olmarsınız. Və biz sadəcə olaraq həmən torpaq sahibi tərəfindən əraziyə dəvət olunduq. Orada çəkilişləri apardıq. Tamamilə sənədlərlə tanış olduq. Doğrudan da əmin olduqdan sonra ki, sənədlər qaydasındadır. Qazı, işığı, suyu, yolu heç bir problemi yoxdur. Ondan sonra da belə qərar verdi ki, bu reklam olaraq bu video sujeti öz kanalımızda və sosial şəbəkələrdə, digər səhifələrimizdə yerləşdirək. Və bəli, bugün hesab edirik ki, ölkəmizdə belə ərazilərdən ötəri, belə deyək, gəzən şəxslər çoxdur, belə ərazilərə sahiblənməyə çalışan şəxslər çoxdur. Müqavilə yolu ilə mi, kredit yolu ilə mi, nağd formada mı bu torpaqlardan alıb istirahət zonası deyəkmi, fərdi yaşayış yerimi deyəkmi və s. və ilaxır istifadə etməyə çalışan şəxslər var. Baxın dostlar, tamamilə ərazi düzənlikdən ibarətdir. Yəni burada hansısa bir deyək ki, əyrilik, dərəyə rast gəlmək olmaz. Ərazi tamamilə düzənlikdir. Burada böyük bir obyekt tikmək olar və onun üçün çox gözəl bir şərait var. Havası dəyişkəndir, yəni daimi burada məhəssir, burada heç bir istilikdən, heç bir, yəni belə deyək ki, boğucu istilərdən söhbət gedə bilməz. Görürsünüz dağları, Böyük Qafqaz dağlarının Qalacaq ərazisindən keçən ərazisi, bu meşələrin hər bir belə deyək ki, yerindən gözəl səfalı bulaqlar axır. Elə ki, iki tərəfdən, iki sahilin ortasından çay axır, şirin sulu çay, göz yaşı kimi şəffaf və bax, yaxınlaşdırırıq, baxın, gözəl mənzərədir, gözəl ərazidir və məsləhət bilirik ki, bu ərazidən istifadə etmək üçün həmən şəxsin burada biz qeyd edəcəyimiz nömrəsi ilə əlaqə saxlayın. Bir daha təkrarlamaq istəyirik, İsmayıllı rayonunun Qalacıq kəndində yerləşir bu ərazi, bu füsunkar təbiəti olan ərazi 30 sot torpaq sahəsidir, qiyməti razılaşma yolu ilədir, qazı, işığı, suyu, yolu qaydasındadır, sənədləri, torpağın çıxarışı var, torpaq tikinti təyinatlıdır, heç bir problemi yoxdur. Yəni sadəcə olaraq bu torpağı satan şəxslə, hansı ki biz burada onun nömrəsini qeyd edəcəyik, əlaqə saxlayıb, danışıb, razılaşıb bu torpağı ala bilərsiniz. Hər kimə qismət olacaqsa Allah xeyir versin deyirik. İnşallah doğrudan da inanırıq ki, bizim reklam etdiyimiz ərazilərin ən gözəli, bəlkə də deyərdim, ən birincisi bu ərazidir. Doğrudan da çox maraqlı, çox füsunkar təbiəti, valih edici yaşıllığı olan, havası təmiz, elə cənnətin özüdür deyərdik biz bura. Buyurun, sahibi ilə əlaqə saxlayın göstərilən nömrə ilə və torpağa sahiblənə bilərsiniz. Yayımı xahiş edirik, bəyənin, paylaşın, kanalımıza abunə olun. Əgər sizin də belə bir reklam etmək istədiyiniz ərazilər, satmaq istədiyiniz torpaq, ev və s. obyektiniz varsa kanalımıza müraciət edib onun reklamını həyata keçirə bilərsiniz. Sağ olun, sağlıqla qalın.